Evet arkadaşlar, ben Kara Pelek, YouTuber. Evet arkadaşlar, bu son filmimiz olacak. Bakalım bunu beğenecek misiniz? Hemen hiç uzatmadan video çekiyorum. Hiç konuşmayacağım, bunu da rahat duyabilin diye. Ama bu arada yine diyeyim, kanala abone olun. Abone olmayı unutmayın, sizi çok seviyorum. Hadi görüşürüz. Hadi video Qadın geçelim. hamamda çimişdə eks eləyən vaxtı kimsə otağa girir, arvadın paltarlarını oğurlayır. Qadın çıxır çölə görür ki, paltarlar yerində yoxdur, başlayır evdə gəzişməyə. Gəzişə gəlir, çıxır evin damına. Birdən arxadan kimsə qapını bağlayır, qadın qalır damın içində. Yaxşı, bəs niyə qoymadılar bu qadını rahat çimişdə eks eləməyə? Bunu bilməkdən ötürü əvvəlcə bu qadın kimdir, onu bilmək lazımdır. Deməli, Greta özünə 600 manatlıq təzə iş tapıb, yer yığış eləyib gedir həmən iş yerinə. İşi yaxşı imkanlı bir ailənin balaca oğullarını dayəli eləməkdir. Gəlir ailənin evinə satır, ayaqqabılarını soyunur, girir içəri, görür içəridə heç kim yoxdur. Başlayır cəmaatın evində otaq-otaq gəzib əşyalarını qurtdalamağa. Bu moment bir dənə qaqa girir içəri. Bu qaqa ailənin marketçisidir. Yəni evə çörəkdir, pesoxdur, ətdir, ondan sonra karpasadır, belə şeylər alır gətirir. Qaqaş qızı görür, sırazı qızla işi bişirməyə başlayır. Tam belə məsələni həll eləyirdi ki, uşağın maması gəlir çıxır qızın yanına. Qadın Greta ilə tanış olur və Gretanı aparır oğlu ilə tanış eləməyə. Yolda qız görür ki, ayaqqabılarını kimsə götürüb. Uşağın maması deyir, yəqin Brahamı uğurlayıb, uğraş yamaşçılıqdır. Bunlar qalxırlar yuxarıda da uşağın atası uşağın qulağına deyir ki, sənə bir dənə babat qız tapmışıq, bax bunu əlimizdən qaçırma. Greta gəlib nə görsə yaxşıdır. Boy dedikləri uşaq oyuncaq boy imiş. Ər-arvad ikisi də bildiyin dəlidir. Bir dənə oyuncaq uşaq götürüblər yanlarına, öz uşaqlarıymış kimi davranırlar oyuncağa. Greta da 600 manatın dərdindən heç olmamış kimi aparır özünü, oyuncaqla salamlaşıb tanış olur. Ailə Greta'ya uşağın yemək içmək vaxtlarını, yatmaq durmaq saatlarını, nəyi sevir, nəyi sevmir bunlar haqqında danışır. Və qıza bir list verir ki, bu Brahamın gündəlik rutinidir, burada nə yazılıbsa onu eləməlisən. Ailə Greta'ya hər şeyi izah edir, deyir davay biz getdik kəndə dincəlməyə, bir həftəyə gələcəyik. Greta oyuncağın üstünü örtür, gedir öz üstünü oturur, çaxırdan zaddan vurur, Brahamın rutinini heç qozuna da almır. Gəlir görür ki, adyal düşüb yerə, oyuncağı götürür, aparır otağına, qapını bağlayır, gedir yıxılır yatır. Səhər oyanır, bu marketçi qaqadan Braham haqqında soruşur. Qaqaş başlayır qıza məsələnin məğzini danışmağa. Gersək Braham 20 il bundan qabaq evi yandırıb, özü də içində yanıb kül olub. Ailə də Brahamın xatirəsinə bu boyu götürüblər yanlarına, onu Braham kimi davranırlar. Danışır, axırda söhbət dəyişir, yenə başlayır qızı bişirməyə. Nəysə qız axşam hazırlaşır ki, qaqaşla çölə gəzməyə çıxacaq. Hazırlaşan momentdə də hər yeri qalır çöldə. Bir də baxırıq ki, boy o bir otaqdan boylanıb qızın götünə baxır. Qız da deyir, boy başmaq xeyir və qapını daldan bağlayır. Boy nəsə yaxşıdır. Sırf Greta oğlanla əhəm-bühüm eləməsinlər deyə Gretanı qaldırır evin damına. Bu da buradan qapını bağlayır, qız qalır səhərə kimi damda. Bir də qapı səhər açılır. Qız indi fikirləşir ki, yəqin evə oğru zat girib, o bağlayıb qapını. Marketçi deyir, istəyirsən qalın bugün burada, həm sən qorxma, həm də ki, bəlkə axşam əhəm-bühüm eləyərik. Greta razılaşmır, qalır evdə tək. Axşam otağın qapısını açanda görür itirdiyi ayaqqabıları buradadır. Qapını bağlayır, təzədən açır, indi də görür ayaqqabını götürüb yerinə dönər qoyublar. Yaxınlaşır Brahamın otağına, görür Braham oturub kravatda, yanında da bu maması gülün verdiyi list. Qadın bu fövqəladə hadisələrdən sonra qaçıb getmək əvəzinə başlayır Brahama mamalıq eləməyə. Oyuncağı yedizdirir, içizdirir, axşamla maç eləyib yatızdırır. Yəni listədə nə varsa onları eləyir. Bu bir tərəfdə də baxırıq ki, Brahamın mamasından atası civlərini daşdan zaddan yığıblar, özlərini suda batırırlar. Yəni kəndə dincəlməyə yox, Brahamdan canlarını qurtarmağa gediblər. Qayıdırıq təzədən Gretanın yanına. Görürük ki, Greta hələ də Brahamın canlı olub olmadığından şübhəlidir. Marketçini çağırır yanına ki, gəl baxaq görək Braham öz-özünə qoyduğumuz yerdən tərpənir yoxsa yox. Kinonun başından bəri Braham neçə dəfə qoyduğu yerdən tərpəndi, evdə səslər çıxartdı, qıza dönər düzəltdi, amma qız hələ də şübhələnir. Tam belə dəqiqləşdirə bilmir. Obşun bu dəfə də Braham qoyduqları yerdən tərpənir. Bunlar amma özlərini aparır ki, elə bir heç nə olmayıb. Yaxşı, qaqaşı başa düşdükdə indi qaqaşın məqsədi başqadır. Bəs Greta niyə hələ də burdadır? Axşam görürük ki, Gretanın da məqsədi başqaymış. Bu məqsədlər mübadiləsi əsnasında kimsə maqnitofonu yandırır, imkan vermir bunlar işlərini görsünlər. Düşürlər aşağı ki, maqnitofonu Braham yandırıb. Greta məqsədinə çata bilmədiyi üçün Brahamın üstünə əsəbləşir, aparır uşaq otağının mas eləmədən yatızdırır. Nəysə səhərsi gün axşam Gretanın köhnə sevgilisi gəlir qızın yanına, pox-poğa qarışır. Həmin gecə Greta Brahamın yanında yatır, uşağın marça-murça bir deyir ki, mənə kömək elə bunu evdən göndərək. Riski bir dənə səs ki, baxırıq ki, Braham divara yazıb ki, dur çıx get buradan. Qaqaş əsəbləşir, Brahamı götürür, çırpır yerə, zırıq-zırıq eləyir. Bundan sonra divardan səslər zadlar gəlməyə başlayır. Adam yaxınlaşır ki, dəyəsən buradan gəlirsəz, birdən zıbam deyə güzgü parçalanır, divardan Brahamın Pro Max versiyası çıxır çölə. Sən demə Braham ölməyibmiş, o vaxtdan divarların içində yaşayırmış. Braham qızın köhnə sevgilisini öldürür, təzə sevgilisini döyür, qızı da aparır yuxarı ki, mas eləyib yatızdırsın bunu. Greta'dan mas eləyən vaxtı
vaxtı çıxardır Akvarkanı soxur Brahamın böyrünə, təzə sevgilisini də götürür, çıxır gedir evdən. Amma filmin sonunda görürük ki, Promax Braham mini Brahamın orasını burasını düzəldir, təzə uşaq baxıcısı elanı verir. Bunlar da yəqin ki, gedib başqa yerdə əhəm-böhəm eləyirlər, amma onu bizə göstərmirlər. Arkadaşlar, kanalın sahibi bu. Bu arada tekrar videoma like atma, abone olmayı unutmayın. Görüşürüz. Bu da bayağı fazla sürdü. Bay bay.